Bir Vyetnamlı əskər TNT ilə birlikdə torpağın içinə bastırıldı. Silah yoldaşları üzərində heç bir iz qalmaması üçün olduğu yeri diqqətlə budaqlar və torpaqla örtmüşdülər. Torpağın içində büzülmüş vəziyyətdə qaldı. Həşratların dişləmələrinə və istiyə dözdü, amma bir saniyə belə tərpənmədi. Bir qrup Amerikalı əskər oradan keçəndə tərəddüd etmədən TNT-ni partlatdı. Özünü düşmənlərlə birlikdə fəda etdi. Eyni zamanda başqa bir əskər yoldaşı da ağac gövdəsinin içinə gizlənmişdi. Əlində partlayıcıların pultunu tuturdu. Silah yoldaşları üzünü yaşıl və qəhvəyi boya ilə örtmüşdülər. Amerikalı əskərlər oradan keçəndə düyməni bastı. Böyük bir partlayış oldu. Bu ardarda baş verən hücumlar bir Amerikalı zabiti o qədər qorxutdu ki, artıq meşə yollarını istifadə etməməyə, onun əvəzinə su yolunu seçməyə qərar verdi. Lakin suyun altında belə Vyetnamlı əskərlərin pusqu qurduğunu heç vaxt ehtimal etməmişdi. Birdən güllələr yağmağa başladı və bir neçə saniyə içində bütün Amerikalı birlik ölümün dərinliklərinə gömüldü.